Namaza çağırıldınız azan vaxtı, cümə günüdür. Cümə günüdür. İşinizi bağlayın, bağlayın. Fəs'au ilə zikrillah. Tələsin Allahı yad eləməyə və zərül bəy, alış-verişi buraxın. Öz əlindədirsə, indi müdür buraxmır, o başqa məsələ. Bağla get. Biri filan kəslər radikallar, filan adlarını çəkmirəm, daha dəqiq yanaşırlar cümə namazına. Gündəlik namazdır, iş vaxtıdır. Azan gəlir. Hayya aləs-salah. Eşidir, getmir. Ədəbsizlikdir. Ədəbsizlik, başqa adı yox. Övladı çağırırsan, oğlum, cavab vermir. Adın bilsən, filan kəs cavab vermir. Mənim balam cavab vermir. Nə qiymət deyir, bu ədəbsiz uşaqdır, atasını saymır. Allah deyir, hayya aləs-salah. Eşidir, 2 dəfə. Hayya aləs-salah, bir də. Eşidir. Hayya aləl-fəlah. Çağırır. Yenə eşidir. Hərəsin 2 dəfə. Yəni çağır, bəlkə birində ayalır. Oturub öz işindədir. Öz işindədir. Ustad Ayətullah Behçət deyir ki, hacətləriniz gec verilir, narahatsız. Siz Allahın işini qabağa salın. Vaxtında namaz qılın, o da vaxtında problem gələn kimi həll eləsin. Sən onun işini niyə gecikdirsən?